belə qar yağanda ərazilərdə reyd etmək çox vacibdir. Həm təbiətin qorunması baxımından, mühafizəsi baxımından, eyni zamanda demək ərazilərdə olan təbiət gözəlliklərinin müşahidəsi, qeydə alınması çox maraqlıdır, çox vacibdir. Əziz dostlar, gördüğünüz kimi hal-hazırda biz Qaragöldəyik. Ərazidə 25-30 santimetr hündürlüyündə qar var. Eyni zamanda Qaragölün üzəri tamamilə buz bağlayıb. Hazırda bura gediş-gəliş çətinləşibdir. Çünki meşələrdə də 50 santimetrə qədər qar müşahidə olunur. Gölün daha geniş görünən hissəsi isə buradır. Çox gözəl, çox qəşəng mənzərə var. Həm sakitçilik hökm sürür, həm də hər tərəf bəmbəyazdır. Buzun üzərinə qətiyyən çıxmaq olmaz. Bax, belə gözəlliklər var. Dünyanın ən gözəl, ən cənnət köşələrindən biri olmalıdır. Bəzi vəhşi heyvanlardan hansıdırsa gölün üzəri ilə hərəkət də edib.